başladı. İsa Qəmbər maşını ilə meydana girmək istədi. Lakin bunu polis çox güclü qarşısına aldı. Onu da nəzərinizə çatdırım ki, İsa Qəmbər meydana girmək istəyərkən, bu miting keçiriləcək yerə girmək istəyərkən maşına polisin də güclü müqavimətlərə gəldi və burada polis qüvvələri, təbilqəli polislər əllərini dəyənəklə müsavatçıları və bir böyük dəstə müsavatçılara İsa Qəmbərin maşınla bir yerdə saldılar. Binalardan birinin, bu binalar olan dalanlara, dalan küçələrdən birinə. Biz hazırda kadrlarda görürük ki, polislər mitingə gedənləri döyürlər, incidirlər. Hansı partiyanın üzvləridir bunlar? Bu müsavatçılardır. Orada 24 markalı maşınsa bu müsavatçılardır. Bu maşının içindəki İsa Qəmbərdir. İsa Qəmbər maşına düşmək istədi, amma polis buna imkan vermədi. Və cəmaət ona istəyirlər ki, həmin dalan küçədən çıxartsınlar. Orada elə bir güclü bir duruma baş verdi ki, bəlkə də mitinglər, Azərbaycan mitinglər tarixində o dalandakı kimi güclü qarşıdurma baş vermişdi. Çünki polis cəhd edirdi ki, mitingçilərdən hər hansı birini, daha fəallıq istəyən mitingçilərdən birini götürüb tutsun. O dəqiqə təxminən 50-100 nəfər birdən tükülürdü bir polis dəstəsinin üstünə. Və burada nə baş verir? Yəqin ki, o kadrlarda görür tamaşaçılarımız. Biz kadrlarda görürük. Mənə elə gəlir ki, kadrlarda Müsavat Partiyasının kadr müavini hazırda polislərlə, belə deyək, əlbəyaxı olmuşdur. Onlar hansı liderləri daha doğrusu götürmək istəyirlər? İsa Qəmbərin müavinlərini, kimləri onlar götürmək istəyirlər, mani olurlar? Bəli, biz belə başa düşdük ki, orada İsa Qəmbəri götürmək istəyirdilər və İsa Qəmbərin təhlükəsizlik xidməti, mən burada belə deyərdim, çox yaxşı, fəal işlədilər. Hətta maşınların üstünə çıxır, İsa Qəmbərin maşını qoruyurdular ki, İsa Qəmbərin maşından çıxarda bilməsinlər və İsa Qəmbər axırda gəlib küçənin axırında düşüb maşından bir neçə kəlmə söz deyir ki, biz qalib gələcəyik, bu müharibə davam edir, biz bu müharibə